Salam, hörmətli tamaşaçılar. Çağdaş Azərbaycan gəncinin bugünkü buraxılışında yay məktəblərində, düşərgələrdə, seminarlarda və beynəlxalq proqramlarda iştirak edən gənclərimizdən danışacağıq. Onlar yay tətilini necə keçirirlər? Hansı təcrübələri qazanırlar? Gəlin birlikdə izləyək. Mən Qəmbərova Gülçin, Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi üzrə bu ilki məzunlarından biriyəm. Bu hal mənim üçün çox sevindirici haldır. Həmçinin İngilis dilinin tədrisi ilə də məşğulam, onlayn dərslər keçirəm və bu sahədə daha çox öyrətmək tərəfdarıyam. Yayı əsasən mən düşərgələrdə və könüllülüklərdə keçirməyi çox xoşlayıram. Tələbəlik həyatımda bu mənə çox fikirləşirəm ki, gələcək iş karyeram üçün daha mənə məqsədyönlü şəkildə irəliləməyim üçün çox kömək olmuşdu. Və bunlardan ən çox yadda qalanı demək istəsəm, Qubada keçirilən Azərbaycan-Gürcüstan 2-ci beynəlxalq düşərgəsini nəzərdə tutsam daha yaxşı olar. Çünki həmin düşərgədə Naxçıvan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2 nəfər gənc Naxçıvandan getmişdi. Burada həm Naxçıvanı təmsil edirdik, həm də ki, Azərbaycanı təmsil etmək fürsətimiz olmuşdu. Ən çox xoşuma gələn halların biri də o idi ki, biz burada dil bariyerini kənara qoymuşduq və biz daha çox mədəniyyət yönümlü irəliləməyə başlamışdıq. Yəni, hətta orada gürcülər də bizim yanımızda olduğu halda biz ingilis dilindən aktiv istifadə edirdik. Amma nə qədər də olsa, rus dilində və yaxud gürcü dilində onların bizə xoş təəssüratları olmuşdu. Bizim də daha çox marağımız artmışdı ki, gürcü dili necə belə maraqlıdır, necə əlifbası belədir, gözəldir. Salam, mən Rəsulova Gülər, Naxçıvan Dövlət Texniki Kollecinin Bank İşi fakültəsində oxuyuram, 3-cü kursam. Bir çox yay düşərgələrində iştirak etmişəm. Bu düşərgələr mənim üçün çoxlu insanlar, xatirələr qatmışdır. Məncə bu düşərgələrin olmağı gənclərimizin öz potensialını kəşf etmək üçün çox vacib düşərgədir. Həmçinin burada olan xatirələr, insanlar heç bir zaman unudulmur. Mən deyirəm ki, mən buraya bir iştirakçı kimi gəlmişdim. Lakin buradan özümü daha çox tanıyaraq qayıtdım. Çünki burada öz potensialımı kəşf etdim. Burada olan təlimlər, həmçinin intellektual oyunlar və ya digər əyləncəli oyunlar da bizə çox şey qatır. Yəni, gənclərimizin dünya görüşünü artırır. Mən Əliyev Murad, Naxçıvan Özəl Universitetinin Turizm və Otelçilik ixtisası üzrə məzunam. Sizinlə bir çox düşərgə təcrübəmi və könüllülük haqqında danışacağam. Düşərgələr çox maraqlı keçir və əylənirik. Hal-hazırda Yayfest düşərgəsindəyik. Yayfest 5 günlük müddətdə Şamaxıda, Pirqulda keçirilir. Burada gənclər təlimlər, oyunlar, əyləncəli vaxtlar ilə günlərini keçirirlər. Mənim bir çox düşərgə təcrübəm olmuşdur. Poligon var, debat forumu var, gənclər düşərgəsi var, yay məktəbi var və s. Bu məktəb, yay məktəbində, düşərgələrdə qazandığım fəaliyyətlər mənim özümü inkişaf etdirməsinə və təcrübələrimin daha çox artmasına səbəb oldu. Komanda oyunları bizim üçün çox maraqlı keçir. Komanda oyunları ilə özümüzü inkişaf etdiririk, komanda bacarıqlarımızı daha da yaxşılaşdırırıq və bizim əslində könüllü fəaliyyəti ilə özümüzü həm sosial, həm şəbəkələşmə, həm gənclərlə əlaqə qoyaraqdan daha yaxşı bir yerdə görməyimizə səbəb olur. Bir çox düşərgələr könüllülər üçün əyləncəli və həm vaxtlarının maraqlı və gözəl keçirmələrinə səbəb olur. Mənim 6 illik könüllü fəaliyyətim var. 2019-dan bəri bir çox yerdə könüllü fəaliyyətim oldu. Naxçıvan Gənclər və İdman Nazirliyi olsun, Naxçıvan Gənclər Fondu olsun, Gənc Könüllü olsun, bir könüllü olsun və bir çox yerdə fəaliyyətlərim olubdur. Könüllülük mənim üçün çox böyük bir sahədir. Çünki özümü inkişaf etdirməyimə, bu sahədə təcrübələrimi artırmağıma, təlimlər, oyunlar və bir çox düşərgə və yay məktəbləri ilə özümü inkişaf etdirməyim üçün şərait yaradıldı. Buradan gənclərə səslənirəm ki, universitet vaxtınızda vaxtınızı maraqlı əyləncəli keçirmək üçün könüllü ola bilərsiniz və könüllü fəaliyyəti sizin inkişafınıza təkan verəcək. Yayfestdə iştirak edən gənclərimiz orada keçirdikləri təcrübələri, maraqlı anları, təlimləri bizlə bölüşdülər. Gəlin ətraflı şəkildə izləyək. Hal-hazırda Yayfest düşərgəsindəyik. Yayfest düşərgəsi 5 gün boyunca davam edilir. Şamaxıda, Pirqulluqda keçirilir. Yayfest ölkənin bir çox yerindən gənclərin burada toplaşmasına
əylənməsinə, təlimlərdə özlərini inkişaf etdirməsinə və maariflənməsinə, asilə vaxtlarının səmərəli keçirilməsi üçün yaradılan bir şəraitdir. Düşərgə necə keçir? Düşərgə möhtəşəm keçirməyə görə təlimlər olsun, aktivitetlər olsun, asudə vaxtların keçirilməsi olsun. Hələ ki çox qəşəngdir. Önümüzdə 2 gün də var. Görək nə olacaq. Birazdan sonra da hiking edəcəyik. Çox əyləncəli olacağını düşünürəm. Bu qədər. Düşərgədə ən maraqlı xatirə sizin üçün nə oldu? Xatirə voleybol oyunu ola bilər. Özüm voleybolçu olduğum üçün daha əyləncəli vaxt keçirdiyimi düşünürəm voleybolda. Yay festdə qazandığınız təcrübələri öz həyatınızda necə istifadə etməyi düşünürsünüz? Komandamla birlikdə əldə etdiyim sosial bacarıqları gələcək həyatımda tətbiq etmək istəyirəm. Çox sağ olun, təşəkkür edirəm. Təlimlərdə ən çox diqqətimi master-klass çəkdi. Çünki mən incəsənət sahəsində təhsil alıram, rəssamam. Hər birimiz fərqli əsərlər ortaya çıxartdıq. Yəni günümüz çox əyləncəli keçdi. Hal-hazırda Çində yay məktəbində olan Azərbaycanlı gəncimiz bizə video görüntü göndərib. Görək, bu təcrübələr ona nələr qazandırır? Mən Şəhriyə Quliyev, Naxçıvan Dövlət Universitetinin əməkdaşıyam. Çin Xalq Respublikasından bütün Azərbaycanımızı, bütün Naxçıvanımızı, Naxçıvan televiziyasını salamlayıram. Və burada demək olar ki, yay ayları ərzində iki çox gözəl tədris proqramında iştirak elədik. Naxçıvan Dövlət Universitetinin əməkdaşlığı olduğu Beijing University of Chemical Technology, Pekin Kimya Texnologiyaları Universiteti və digər proqram isə Harbin HUST, Harbin University of Science and Technology Universitetində, Harbin Elm və Texnologiya Universitetində iştirak etdik və ilk proqram 8 günlük idi, Pekin şəhərində keçirilmişdi, digər proqram isə 25 günlük idi. Bilirsiniz ki, artıq Çin dünyanın ən yüksək texnologiyasını, süni intellekt texnologiyasını dünyaya ixrac edir və bunun biz də şahidi olduq və birinci proqramımızda Pekin Kimya Texnologiyaları Universitetində biz rəqəmsal universitetlər modeli ilə tanış olduq. Çünki universitet həddindən artıq kampüsündən tutmuş laboratoriyalar kimi çox yüksək səviyyədə formalaşdı və həmin universitet dünyada sahəsində 25-ci yerdə yer alır. Çox böyük, yəni dünya səviyyəsində olan bir universitetdə iştirak elədik. Bizi müxtəlif laboratoriyalarına və müxtəlif xarici şirkətlərinə apardılar ki, məsələn, iFlytek, süni intellekt şirkətinə getdik. Həmin şirkət sinxron süni intellekt məhsullarını ixrac edir və dünyaya satır və onların hətta özünün böyük dil modeli, large language modeli də var ki, süni intellekt bütün tətbiqlərində bunu da istifadə edirlər. Biz eyni zamanda həm tədris proqramı ilə yanaşı Çinin çox gözəl yerlərində gəzdik. Deməli, Pekin şəhərində çox gözəl məbədlər var ki, çox gözəl saraylar var ki, məsələn, Summer Palace vardı, yay sarayı. Orada illərlə Çin imperatorları istirahət edib, qabağında çox böyük göl ərazisi vardı. Biz orada oraları ziyarət etdik. Sonra Heavens Palace, yəni Cənnət sarayı və yaxud da Səma məbədi deyirlər. Orada və ya Çin səthinə, böyük Çin səthinə getdik, oralara da gəzdik. Məşhur Tiananmen küçəsini gəzdik, Çinin çox klassik ənənədir. Tiananmen Square-ə getdik və bütün bunlara görə həmin universitetə, bizim universitetimizdə bir daha təşəkkürümü bildirirəm. Biz deməli keçən iyun ayının 28-dən iyul ayının 6-sına kimi iştirak etdiyimiz proqramdan daha sonra növbəti ayda avqust ayının 1-dən 25-nə kimi daha bir gözəl proqram baş tutdu. Summer School, yay məktəbi. Bu proqram isə Çinin daha bir gözəl şəhərlərindən olan Harbin şəhərindədir və Çinin yüksək, çox ekstremal soyuq şəhərlərindən biridir və Çinin şimalında yer alır. Biz burada Harbin University of Science and Technology, Elm və Texnologiya Universitetində intensiv kurslara qoşulduq və hazırda həmin kurs davam edir. Gördüyünüz kimi Drone mərkəzindəyik. Bu bir şirkətdir, bizi Elite China adlı şirkətə gətiriblər və burada dünyada low altitude, aşağı hündürlükdə olan drone texnologiyaları sahəsində lider şirkətlərdən biri kimi biz bunların bütün məhsulları ilə çox gözəl şəkildə tanış olduq. Məsələn, aqrar texnologiyada bunun tətbiqi çox maraqlı gəldi mənə və bunlar hətta drone mütəxəssisləri də yetişdirirlər. Burada CAAC sertifikasiya proqramı da var və həmin Harbin HUST Universitetində biz olarkən çox gözəl proqramlarımız var ki, mövzu da burada ekstremal hava şəraitində drone texnologiyalarının süni intellekt vasitəsilə tətbiqi mövzusudur. Burada biz 25 gün ərzində intensiv kurslarda iştirak edirik və burada öz laboratoriya şəraitlərinə bizi tanış edirlər. Deməli, müxtəlif şirkətlərə gedirik, yəni Huawei şirkətində də biz iştirak edəcəyik və birbaşa mərkəzlərdə bu dünyanın ən yüksək səviyyəli
universitetlərinin ən yüksək səviyyəli mərkəzlərinin bu gözəl müəssisələrində iştirak etmək bizim üçün ən böyük təcrübədir. Mənim də ixtisasım kompüter texnologiyaları olduğu üçün və mən onu da bildirmək istəyirəm ki, mən inşallah təhsilimi də Çində davam etdirmək istəyirəm. Növbəti tədris ilində inşallah mən də Çin universitetlərindən birində, çünki mən gələndə çox bəyəndim və hər kəsə də Azərbaycandan bütün doğmalarımıza da yüksək səviyyədə təhsil almaqları üçün buraları da mən tövsiyə edirəm və gəlib burada dünyanın ən gözəl universitetlərindən, yəni bilirsiniz, Çindəki universitetlər artıq dünyanın ilk 10-luğunda olan bir neçə universitet vardır, ilk 100-lükdə, həddən artıq çox yüksək səviyyəli universitet. Orada da iştirak edib təhsillərini qazanmağı ən yüksək səviyyədə mütəxəssis olub vətənimizə yenə qayıdaraq xidmət etməyini mən hər kəsə tövsiyə edirəm və mən burada iştirak edərək öz savadımı, bilimi artırıb və inanıram ki, Azərbaycana qayıtdıqda orada gənclərimizə, həvəsli mütəxəssislərimizə hər birə bu təcrübəni onlara da aktaracağam, onlara da yönləndirəcəm və mən bunu özümə vətən borcu bilirəm və bir daha bütün Naxçıvanımıza, Azərbaycanımıza, Çin Xalq Respublikasından, Çin torpağından salamlarımı çatdırıram və hər birinizə ən böyük uğurlar arzulayıram. Çox sağ olun. Yay proqramları yalnız gənclər üçün yeni biliklər əldə etmək deyil, özlərini sınamaq, bacarıqlarını inkişaf etdirmək və yeni mühiti öyrənmək. Bəs bu təcrübəni yaşayan gənclər nələr düşünürlər? Bu düşərgə 5 gün ərzində keçirilmişdi. Quba və Sumqayıta getmişdik. Ən çox yadda qalan hadisə nədir desəz, Gürcü rəqsləri ola bilər. Çünki Gürcü rəqsləri o qədər gözəldir ki, hətta düşərgədən qayıdandan sonra, orada da, evə qayıdandan sonra da başlamışdım Gürcü rəqsi öyrənməyə. Onların yeməkləri, adətləri, bizə tanış elədikləri mədəniyyət tam başqa idi. Nə qədər də qonşu dövlət olsaq, tarixdir, mədəni cəhətdən o qədər fərqliliklər var ki, Azərbaycanın tarixi ilə Gürcüstanın tarixi tamamilə fərqlidir. Bir də çox sevdiyim hal odur ki, çox mehriban idilər. Gürcülərlə bir yerdə olmaq 5 gün ərzində mənə çox şey qatdı. Həm orada olan Azərbaycanlılar çox yaxşı bizi qarşılamışdı, həm də ki, bizim öz Gürcülərin bizim qonaqpərvərliyimizi görməyi, onların bizim qonaqpərvərliyimizi görməyi çox yaxşı idi. Məncə yay düşərgələri daha çoxalmalıdır. Hətta burada tək gənclər yox, digər tələbələr və ya bir neçə insanlar iştirak etməlidir. Çünki bu düşərgə insanlara dünya görüşünü artırmaqla yanaşı, həmçinin daha insanların sosiallaşmağına və ya cəmiyyətlə bir araya gəlməyinə və öz potensiallarını kəşf etməyə gətirib çıxardır. Buna görə də deyərəm ki, heç kim tərəddüd etməsin. Yəni, buraya gələrkən siz yalnız bir neçə günlük düşərgədə bir neçə xatirə və insanlarla tanış olursunuz. Burada olan dostlarımla hələ də əlaqələrim var. Hələ də mənə qonaq dəvətləri var ki, gəlsən bura nə qədər qala bilərsən, ya gəzdirərik kimi fikirlər vardı ki, yazdıqlarını görürəm. Bu mənə çox sevindirir. Bundan əlavə də qayıtdıqdan sonra belə bir qərar aldım ki, Cambridge, yəni beynəlxalq məktəbdə, International School'da, Naxçıvanda yerləşən filialında könüllülük vakansiyası elan eləmişdilər. Mən də çox həyəcanlandım, dedim, niyə də olmasın, düşərgədən qayıtmışam, ingilis dilimdə fikir verirəm ki, yaxşıdır, qorxmadan danışıramsa, yaxşı bir səviyyədədirsə, niyə də iştirak eləməyim. Daha sonra qəbul oldum, könüllülük kimi 6 ay ərzində orada oldum. Orada uşaqların hamısı fərqli bir düşüncəyə sahibdir deyə, hərəsində psixoloji cəhətdən də fərqli bir hava aldım, tədris sistemini öyrəndim. Cambridge tədris sistemi bizim tədris sistemindən tamamilə fərqlidir və belə baxanda çox yaxşıdır, qəşəngdir. Yəni, istəyərəm ki, bütün uşaqlar o yəndə getsə gözəl olar. Şərur yay düşərgəsində iştirak etmişəm. Burada biz 3 günümüzü həsr etmişdik. Həmçinin burada təlimlər oldu, intellektual oyunlar oldu, əyləncəli oyunlar oldu. Bizə Bakıdan gətirilmiş təlimçilər var idi. İnsanların psixoloji cəhətdən və ya bizim nə qazanmaq kimi uğurlarımız və ya gələcək haqqında fikirlərimizi öyrənməyimiz üçün bir neçə köməkliklər etdilər. Həmçinin Quba düşərgəsində iştirak etmişəm. Quba düşərgəsində bizə təlimlər oldu eyni ilə burada da. Burada bizim silahların necə istifadə olunduğu, silahlar haqqında məlumat verildi. Ondan sonra burada da bizim üçün Bakıya getmişdik. Bu zaman Bakıda olan Quba ərazisini kəşf etdik. Orada ətrafı, cəmiyyəti ilə tanış olduq. Təzə insanlarla tanış olduq. Əsasən burada həqiqətən insanın xatirəsi çoxalır, bir neçə anlarla tanış olur.
gənclərə verəcəyim tövsiyələr var ki, onlar yay boyu daha çox kitab oxusunlar. Çünki mən məktəbdə olduğum müddət gördüm ki, uşaqlar daha çox kitab oxumaq, nə bilim bir şeylər izləmək, film izləmək, mütaliə eləmək, danışmaq kimi vərdişləri hələ ki yoxdur. Çünki onlar daha çox fikir dedim qurtardı ya da ki birini danışıb gözləməyin bitirmədən öz fikrini deyir. Artıq onlarda mütaliə duyğusu tamamilə sıfıra yaxındır. Və düşünürəm ki, onlar daha yay ərzində daha çox uşaq ədəbiyyatı yaş aralığına görə də necə olar ki, valideynlər tərəfindən, nəzarəti tərəfindən yaxşı kitablar alınsın, oxusunsun. Bizim də indi bu yaşımıza gəlib çatmışıqsa, bizim əsasən kitablardır, filmlərdir, oyunlardır, könüllülüklərdir. Mən ən çox istəyərdim ki, gənclər könüllülüklərə qoşulsun. Məsəl üçün, Naxçıvan Gənclər və İdman Nazirliyinə qoşulmaqları çox xoş olar. Çünki orada gözəl layihələr var, gözəl tədbirlər var. Hal-hazırda Naxçıvan Gənclər və İdman Nazirliyinin könüllüsündə iştirak edirəm, Respublika könüllüsündə iştirak edirəm və yenilikdə Dost Könüllü Agentliyindən təklif almışam və ora getməyi düşünürəm. Yay məktəbləridir, könüllülüklərdir, düşərgələrdir. Bunların qatdığı ən əsas şey kommunikasiyadır, networkingdir. Yəni sizin digər insanlarla əlaqə qurmağınız, bəlkə də sizin gələcək həyatınızda onları qarşınıza çıxartmağınız ya da ki bir əlaqə yaradacaq ki, hər hansı bir şey lazım olanda həmin an həll edəcəyiniz bir hal, situasiya yaranacaqdır. Məsəl üçün düşərgələrdir, yay məktəbləridir, orada sizin həm təcrübəniz artacaq. Çünki siz artıq fərqli-fərqli insanlar görürsünüz, fərqli-fərqli insanlar sizə kiminlə necə xüsusiyyətləri var, kim necə davranmaq lazımdır, bunu artıq öyrənmə şanslarınız olacaqdır. Həm də ki, burada əsas faktor da odur ki, siz artıq gələcəkdə iş həyatına atılanda, hal-hazırda mən özüm təzə məzun biriyəm və CV-mdə o qədər şey var ki, baxdıqca özümə deyirəm ki, nə qədər doldurmuşam, yəni bu CV dolub da, artıq məncə hazıram. Çünki hal-hazırda tələbələr şikayətlənir ki, CV-yə yazmaq heç nə yoxdur, heç nə yaza bilmirik CV-yə. Belə baxanda bu təcrübələrin hamısı bizim CV-mizdə bəlirli bir yer tutur. Çünki sizin gələcək dövrünüzü hazırlayan əsas faktordur. Bizim hal-hazırda iş dövrümüzə, yəni iş tələblərinə uyğun seçimlər eləsəz, daha yaxşı bir gələcəyə məncə sahib ola bilərsiniz. Məncə bu təlimdə bizə olunan oyunlar, əyləncəli oyunlar, interaktiv oyunlar, bir də hər kəsin öz xüsusiyyəti önə çıxırdı. Mən rəsm bacarığım varsa, rəsm bacarığı, rəqs bacarığım varsa, rəqs bacarığı və ya idmanla əlaqədar nə bacarığım varsa, o ortaya çıxırdı. Bu mənim üçün çox gözəl idi. Mən məsləhət görə bilərəm ki, qorxmasınlar, çəkinməsinlər. Çünki ilk başda belə bir şey olur ki, qorxu yaranır. Çünki deyirlər ki, keçəcək bir şey olar, başımıza nəsə gələr, ya da ki, biri ilə ünsiyyət qura bilmərik, danışa bilmərik kimi situasiyalar yaranar. Amma ki, qorxmasınlar da, yəni bu haldan heç vaxt irəli getsinlər. Yəni o insanlar onlara heç bir şey eləməyəcək, heç bir təsiri yoxdur. Mənfi mənada heç bir təsiri yoxdur təbii ki, müsbət mənada çox təsirlər var. Heç vaxt çəkinməsinlər. O anksiyete hissəsi var hal-hazırdakı dövrdə, Z kuşağı dövründə vardı. Onu yensinlər. Yəni elə bir şeyə göz ardı eləsinlər ki, irəli getmək üçün qorxmamaq lazımdır. Heç bir zaman insanlarla tanış olmaqdan çəkinməməliyik. Yəni insanlar bizə çox şey qatır. Onlarla tanışlıq, sosial olmaq məncə çox şey qatır. Yay aylarımızı necə keçirdiyimiz bəzən gələcəyimizə baxış açımızı da dəyişdirir. Yeni öyrəndiklərimiz, qazandığımız təcrübələr bizi bir addımda irəli aparır. Unutmayaq ki, səmərəli keçirilən hər gün gələcəyimizə kiçik bir sərmayədir. Vaxtınızı dəyərləndirin, yeniliklərə açıq olun və öyrənin. Növbəti görüşlərədək sağ olun, salamat qalın.